Ay, indi bilirlər ki, qeyri-qanuni evlər çoxdur. Bəs şəraiti yaradanda, pulu alanda insanlar da kənddən, regiondan, nə əyalətdən belə Bakıya axın edəndə paytaxtda bu haqda heç kim fikirləşmirdi. İndi artıq Bakı demək olar ki, çöküb. Yağışlar, güclü yağışlarda aprelin neçəsindən yağışlar başladı. 3-dən 4-dən demək olar ki, yağışlar oldu da, güclü yağışlar. İndiyə qədər o sular çəkilməyib. Evlər hamı suyun içindədir, mənzillər suyun içindədir. Bakı şəhəri Xətai rayonu Rəşid Bağırov küçəsində üzərində ev tikilən kollektorun partlaması, sonda həmin evin sökülməsi paytaxtın digər ərazilərində də mövcud olan bu problemi yenidən gündəmə gətirib. Hamı artıq narahatdır. İri şəhərlərin birləşməsi su təchizatı xidmətindən Bakı su kanal idarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1600-ə yaxın tikilinin mövcud olduğu bildirilib. Və qeyd olunmuş ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikilərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyatı qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır. Təbii ki, mən də istinad edirəm Bakı Posta Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc yeni sabah açıqlamasında kollektor üzərindəki bütün evlərin qanunsuz tikili statusunda olduğunu deyib. Bəli, su borularının üzərində, elektrik xətlərinin üzərində, kanalizasiya xətlərinin üzərində metro gedir, qatarlar gedəndə o mənzillər titrir. Müəyyən zolaqlar var ki, onlara toxunmaq olmaz. Onlar xəritədə də göstərilir nöqtəsinə qədər, vergülünə qədər ki, bu yerlərdə tikinti tikmək olmaz, təhlükəlidir, hər an hadisə baş verə bilər, xətlər partlaya bilər. Bir ev boşluğu, altı boşluq olan bir yerdə tikilir, nəticədə də hamı narazıdır. Hamı narazıdır, hamı dövlətdən narazıdır, hamı nazirliklərdən narazıdır, hamı Fövqəladə Hallar Nazirliyindən narazıdır. Niyə? Bəs siz gəlib o evi tikəndə bir bələdiyyədən, icra hakimiyyətinin nümayəndəsindən, digər məsul şəxslərdən niyə soruşmurdunuz ki, burada mən evimi, mənzilimi tikirəm, külli miqdarda bələdiyyə pul vermişəm, digər yerlərə pul xərcləmişəm, evin tikintisinə digər pullarımı, maliyyəmi xərcləyəcəm, bütçəmi xərcləyəcəm. Bu bir neçə ildən sonra təhlükə yaratmayacaqmı? İndi hamı barbar bağırır ki, bizə heç kim dəstək olmur. Bəs siz özünüz bunu tikəndə, torpağı alanda, nə bilim, o nəyi bünövrəni, binanın bünövrəsini qoyanda bu sualı digər məsul şəxslərə verərdiniz ki, biz burada ev tikirik. Bir neçə ildən sonra bunun nəticəsi necə olacaq? Qorxulu deyilmi?